Yəni bir adam homoseksualda özü bilər. Heç kimin də intim məsələsi və yaxud da yataq məsələsi heç kimin borcuna deyil. Elşad bəy, insanları cəmiyyətdəki seçimlərinə görə qınamamaq prinsipi bəzən doğru olsa da, cəmiyyətin bütövlüyü, ailə və mənəvi dəyərlərin qorunması baxımından müəyyən məhdudiyyətlərin, xəbərdarlıqların olması zəruridir. Bu məsələdə özləri bilər yanaşması cəmiyyətin ümumi sağlamlığı və gələcək nəsillər baxımından məsuliyyəti kənara qoymaq deməkdir. Homoseksuallığın zərərlərini nəzərə alaraq cəmiyyət olaraq bu məsələdə diqqətli olmalıyıq. Elmi və dini əsaslara dayanaraq doğru yanaşma ortaya qoymaq lazımdır. Homoseksual münasibətlər insan cəmiyyətinin əsas vahidi olan ailə institutunun təməlinə mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəfələrlə bildirilib ki, homoseksual münasibətlərdə cinsi yolla keçən xəstəliklərin yayılma riski daha yüksəkdir. Bu səbəblə tibbi baxımdan da zərərli təsirləri mövcuddur. Araşdırmalar göstərir ki, homoseksual həyat tərzi yaşayan şəxslərdə depressiya və intihar halları digər şəxslərə nisbətən daha yüksəkdir. Bu da psixoloji cəhətdən zərərli nəticələrə gətirib çıxarır. Həmçinin siz Qurana inandığınızı iddia edirsiniz. Halbuki Quranda bunun yanlış olması ilə bağlı ayələr var.